Buyurun, buyurun. Hoş geldiniz. Gel abla. Selamünaleyküm. Hoş gününüze gerek. Bunu alın. Bu ne bu? Almaz al. Həmişə evinizə xeyir işlərə gerek. Nə əziyyət çəkirdiniz? Çox sağ olun. Nə əziyyəti var? Heç bir əziyyəti yox. Salam. Əleyküm salam. Qalx yuxarı. Gedirəm də. Keçin içəri, buyurun. Çox sağ olun. Zöhrə, sən Kevin adamısan. Qonaq gələcəkdi, xəbərdar eləyərdin də, mən də yaxşı hazırlıq görərdim. Ay qız sən də, kimdir ki bacımdır da, başqa adam deyil ki. Yox, ürəyimə yatmır axı olmaz. Hər şey yaxşı. Geç, geç. Buyur, buyur. Xoş gəlmisiniz. Keçin, əyləşin. Ayaq üstə qaldınız, əyləşin. Çox sağ olun. Niyə bu boyda zəhmət çəkirsən? Həmişə xəcalət versən adama. Nə xəcalət, ay Zöhrə. Siz rahat olun, mən sizə bir stəkan çay gətirib gəlirim. Qudon yaxşı adam oxşayır ay bacı. Mehriban qadındır. Elədir. Elə qız da çox xoşuma gəldi. Maşallah, nə qəşəng qızıymış, maşallah. Demişdim də sənə də. Dən xəstəti də yaxşı olsun. Yetim qızdır. Gələr oturar kölgəndə. Uşağımıza da baxar. Amin, amin. Salam aleyküm. Əleyküm salam. Salam. Xoş gəlibsiz. Soruşmaq ayıblı olmasın. Siz kimsiz? Belə zəng eləyərsiniz Nərmin xanım. Xəstəsən sən mənim səsimi yazmısan, şantaj eləyirsən sən məni. Səhərdən də zəng eləyirəm sənə, niyə cavab vermirsən? Əlimdə işim var idi onun üçün. Yalan danışma sən Allah. Əlində işi var. Sən açmısan bu işi mənim başıma Nərmin, sən açmısan. Sən dedin də Turaldan əl çəkmə. Sən dedin, mən də getdim Sarı ilə danışmaq istəyirdim, alınmadı. Xəstəsən mən sənə kömək eləmək istəyirdim. Həm də ki, güya mən deməsəydim sən heç şey eləməyəcəkdin. Başa düşürsən, Tural səni aldatmışdı. Mənə nağıl danışmayın Nərmin. Başdan mənə necə kömək eləyirdin, indi də mənə elə kömək eləyəcəksən. Necə mən sənin üçün? Mən sənə kömək elədim də, budur mənim sağ olum. İndi sən mənə şantaj edirsən, mən sənin üçün neyim bundan artıq? Heç nə. Turalı Saradan ayıracaqsan. Mən də bunlara deyirəm ki, Qugula kimi qızamda toysuz ərə edənmərəm. Gülzar harda qaldı? Dəli kim dost bulardı? Nə bilim ay bacı. Eşitmədin, nə deyirsiniz? Heç nə deyəcək? Yaz da tutardı, yaz da. Ay bazı şünyat gətir. Yiyin də nə? Sağ ol, yerik. Az dur, nə? Sən burada niyə oturmuşsan? Dur görüm. Dur, oturmuşam da nə alacağım? Görürsən qonaqlar oturub, dur. Nə olsun? Otur da mən oturmuşam, nə qalıyım ki? Dur, nə? Aydın çağırır səni. Dedi ki, gəlsin, hazırlaşsın, gedək. Çox üzürlü sayın. Nişanlım mən güzdür. Sağ ol. Dur, dur. Soyutmayın çayımızı. Gəlmindi. Hə, ay Zöhrə. Başıma gələnləri bilmirsən. İçin. Sağ ol. Əslində ay Gülzar, biz sözün qısası biz bura bir qıza görə gəlmişik. Nərminə görə.
Nə olub ki Nərminə? Heç nə olacaq ki Nərminə? Hər şey yaxşıdır. Bu mənim bacımdır. Hə, lap yaxşı. Qismət olsa biz xeyir iş üçün gəlmişik. Bacım Almaz oğlu üçün qız soraqlayır. Elə mənim də gözüm Nərminə düşüb. Xoşum gəldi o qızdan. Necə baxırsan bu işə? Nə darsan? Xəstəsən sən. Mən bunu həyatı boyu eləyə bilmərəm. Bilirsən evdəkilər bilsə mən nələr eləyərlər? Eləyəcəksən. Niyə eləmirsən ki? Eləməsən, bax bu səs var ya sənə göndərdiyim. Birbaşa Turalla da göndərəcəm. Bu da sağ olundu Səmaya səni. Mən sənə kömək eləmişəm. İndi sən məndən nə istəyirsən? Mən heç nə eləyə bilmərəm. Evdəkilər bilsə mən nələr eləyərlər. Sən mənə yaxşılıq eləmədin, Nərmin. Sənə görə oldu hər şey. Gedib Sara ilə danışacaqdım, yolda qəzaya düşdüm. Hamısı da sənə görə olub. Haydi, mən nə qələt elədim, qarışdım ağzını bu zil işbə. Sən mənə dedin də? Sən mənə dedin ki, Tural Saranı sevmir. Sən demisən də, Nərmin. Amma mənim üzümə elə demədi. Mənim üzümə qayıtdı, dedi ki, mən Saranı sevirəm. Sən nə danışırsan? Onlarla bütün günü bir evdə mən qalıram. Deyirəm, sən onların heç bir əlaqəsi yoxdur. Yəni, Tural Saranı sevmir. Yalan deyib sənə, səni başından atmaq üçün eləyib. Bütün günü dalaşsalar da, Sara hələ də o evin içindədir, hə? Mən istəyirəm ki, Sara o evdən getsin. Tural Saranı qovsun. Başa düşürəm, sən bunu istəyirsən. Mən buna heç nə eləyə bilmərəm. Mən onlara heç nə eləyə bilmərəm. Sənin xəbərin var, mən nələr eləyərlər bu evdə. Anam qoymaz bu evdə qalım mən. Məni maraqlandırmır, Nəmin. Məni heç nə maraqlandırmır. Tural Saranı o evdən rədd eləyəcək. Necə eləyəcəksən özün bilərsən. Yoxsa bu səsi təkcə Turalı yox, hamıya göndərəcəm. Qoy hamı bilsin. Nə oldu ay Gülzar? Nə şu fikrə getdi? O gün gələndə qızı sizdə gördüm. Xoşum gəldi. Ürəyimi yatdı. Getdim dedim Almaza ki, belə bir dənə qız var. İndi sizin evdə yaşayır. Sizin evdə pis adam olmaz. Sən də xəssiyyətini bilərsən. İndi gəldik bir səndən məsləhət eləyək. İndi deyinə xəssiyyəti necədir? Necə qızdır? Qəşəngdir, gözəldir, yaraşıqlıdır. Xəssiyyətini biraz bilək də, elə tör. Nə bilim Zöhrə, çaşdım qaldım, birdən oldu bu. Niyə çaşıb qalırsan ki, nə var ki burada? Bir qız, bir oğlanındır. Elə tör, Almaz. Elədir bacı, elədir. Almazın da xoşu gəlib qapıda gördü. Ürəyinə yatdı onun da. Çox xoşum gəldi, çox. Bacı, deyirəm bir soruşaq da, bəlkə qızın bir istədiyi zadı var, hə? Doğrudan da heç onu soruşmadıq. İstədiyi var. Bəlkə onu istəyirlər. Mən bildiyim qədər yoxdur. Yaxşı. Lap yaxşı. Amma belə bir tərsən, indi demirik ki, bu saat bizə nəsə de. Qızdan da məsləhətləş, qıza xəbər elə. Əlbəttə məsləhətləşəcəm, danışacağım qızla, amma mən bilməliyəm bu oğlan nə işləyir, işi gücü, xasiyyəti necədir, mən bunları bilməliyəm. Oğlan, ay gözlər, oğlan duldur. Duldur? Necə yəni? Nərmin subay qızdır, bilirsən də bunu? Bilirəm, bilirəm. Ay gözlər, bilirəm. Mənim Aynurum da dünyadan vaxtsız köçdü. Cavan getdi. Allah bilən məsləhətdir. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. İndi hər anda bir qisməti var. Neynəmək olar ki? Almazın da oğlu Rövşən mənim Aynurumun yoldaşı olub. Nə? İndi Rövşən də neçə ildə evlənmirdi. Mən bildiyimə görə Aynurun bir oğlu da var. Öz atası ilə qalır. Bəlcət. İndi biz də istəyirik ki, bu Rövşənin ailəsi olsun, bu evin bir gəlini olsun. Uşağa bir ana olsun, Nicatımıza. Hə, yəni demək istəyirsiniz ki,
Nərmin gəlsin uşağa analıq eləsin. Sən niyə hirslənirsən ki? Mən pis bir söz demədim ki. Mən demirəm ki, sən pis söz deyirsən Zöhrə. Nə bilim, deyirsən oğlan duldur, nədir, bilmirəm. Ay Gülzar, sən özün deməmişdin ki, bu qızın ata-anası yoxdur, yetimdir, heç kəsi yoxdur. Hə, demişəm. Ay, sağ ol da. İndi qızın da yaşı var, görünür. İstəyən olsaydı çoxdan getmişdi. İncimi? Rövşənimi mən bilsə necə tanıyıram? Gül kimi oğlandır. İşi, gücü, savadı, kabineti, da imkan, şərait, hər şey var. Qızı da saxlayacaq belə əlinin içində, ovucunda. Nə istəyirsən dayı? Bax bacım, uşağın tərifləmək kimi çıxmasın. Rövşən kimi oğul heç yerdə yoxdur. Ağlı başında, işli güclü, avaralıq nədir bilməz. Biraz boş vaxtı qalan kimi də gələcək onu evinə, uşağına, ailəsinə həsr eləyər. Belə bir adamdır. Bəli, onu yaxşı tanımazsam, məsləhət görməsəm, mən sənin qapı gəlməzdim. İndi bax. Siz yaxşı olar ki, bir əvvəlcə qızın özü ilə danışasınız. Görək, qız özü nə deyir də, düzdür bacı? Ay, sağ ol da. Rəfiqovun qızıdır. Sənə əslində söz düşməz. Qızın özü ilə danışmaq lazımdır. Zöhrə, niyə elə deyirsən? Mən ona anadan artıq olmuşam. Nə deyirəm ki? Qoy, görüşsünlər, danışsınlar. Bir-birlərindən xoşu gələr. Nə yaxşı. Biz də onu istəyirik də. Mən danışaram Nərminlə, amma Rövşən bu qızı görməyib, eləməyib, tanımadığı bir qızla necə evlənəcək? Biz də bilirik də, görməyib. İndi görüşərlər, tanış olarlar. Arxası da bizim boynumuza. Nə bilim onlar. Yaxşı, onda biz gedək. Güzar, səndən xəbər gözləyirik. Yaxşı. Bağışlayın da, sizə də əziyyət verdik. Heç bir əziyyət yoxdur. Baldız! Asma mənə deyirsən, Aydın səni gözləyir. Zəng elədim, dedi, mən elə söz deməmişəm. Durna, qalx yuxarı gəlirəm. Tez gəl. Gedək. Nəsə eləməliyəm, nəsə fikirləşməliyəm. Belə geçsə bu qız da oradan da Turalın ailəsini dağıdacaq. Səmayədən telefonu səsini verməyəcək. Arzudan telefon istəyim. Arzu verər telefonu. Nəyə baxırsan? Məndən danışmırsan? Arzu, bayaq əsəbi idim deyə sənə elə pis cavab verdim. Arzu, yaxşı da, mən istəmirəm biz küsürü qalaq. Az nədir? Nə istəyirsən məndən? Yenə də işin düşüb mənə? Bir yaq otaqdan qovdun məni? Qovmaq nədir? Mən səni qovmadım. Deyirəm də, biraz əsəbi idim. Əsəbisən ki, su iç. Nə danışırdınız orada? Hə? Məndən gizlədirsiniz? Yox, biz səndən söz gizlətmirik ki. Onda dilə görə nə deyirdi sənə? Heç nə deyəcək. Deyir ki, niyə Davud mənə döyəndə kömək eləmədiniz? Mən də dedim ki, Davudda qarışmaq olar. O da məndən küsdü. Ona görə əsəbləşmişdim. Mənə də bir yağ elə deyir. Baş çatmır ya onun. Davudun qabağında dayanmaq olur. Kişdiyə qızlab. Arzu, mənə telefonumu verə bilərsən? Anama zəng eləyəcəm. Mənim telefonumdan. Başın xarabdır, Davud gəlsin məni öldürsün. Yox, Davud hardan biləcək ki? Vallahi mən heç kəsə demərəm. Anamla danışacağım. Yox, sən Allah, məndən uzaq elə, deyən görüm sən Allah. Mənə zibilə salma, Davud məni öldürsün sonra. Yox, mən verə bilmərəm. Belə vacibdir, təcilidir. Təcili deyəndə anam üçün çox darıxmışam. Danışmaq istəyirəm onunla. Darıxmısan, Davud gələr, öz telefonumu verərsən, zəng eləyərsən, danışarsan da onunla. Mənim telefonumu nəşə eləyirsən? Arzu, yaxşı da, nə olar? Davud ev telefonunu da söndürüb. Mən bəs neyniyim? Bilmirəm, özün bilərsən.
Mən verə bilmərəm telefonumu. Başa düşdün? Əslində niyə də olmasın? Yaxşı da olandı. İşi, gücü, evi. Bir uşaqdı, o da böyükdü də. Mən Gülşəni evli kişiyə vermədim. Gülşənimdən artıq deyil ki. Necə başa salacağım, mən onu bilmirəm. Nə deyirəm, əkisini eləyir. Gərək yavaş-yavaş oturam, söhbət eləyəm. Kim görüm, deyinirəm. Ay, mən nə qələt eləyim, mən nə qələt eləyəcəm, mən bunları necə ayırım? Anam bilsə mən tikə-tikə eləyər, eləməsən də bu xəstə... Nə oldu? Heç nə fikirliydim, sən də birdən elə qapını açdın, mən qorxdum. Niyə qorxursan? Gəl görüm. Gəl otur. Söhbət eləyək biraz. Mənlə. Sənlə. Çoxdan da səndən düzəməlli oturub söhbət eləmirik. Yəni, çoxdan deyəndə heç vaxt olmayıb. Biz ana-bala kimi mehriban olmamışıq. Sən Allah, sənə nə olub? Yəni, niyə məndən yaxşı danışırsan? Mən sənə həmişə yaxşı danışmışam, qızım. Sən məni hirsləndirirsən. Yaxşı dirən görüm, nə deyəcəksən? Nərmin, sən qəşəng qızsan, gözəl qızsan. Yəni, mənim gözəl qızımsan. Bir sevgilin zadın yoxdur, onu bilmək istəyirəm. Ananla da maraqlanıram. Bu haradan çıxdı ki? Niyə soruşursan? Elə-belə soruşdum, söz gəlişi. Yo, sevgilim zadım yoxdur. Heç istəmirəm də olsun, belə rahatdır mənə. Heç kim istəmirəm. Yəni, sən mənə düz deyirsən də, hə? Anandan heç nə gizlətmirsən. Yo. Hə, lap yaxşı. Təkəl olsun. Axır vaxtlar evə gec gəlirsən. Ona görə fikirləşdim, bəlkə kimləsə görüşürsən. Adam evə gec gələndə gərək sevgilisi olsun. Heç kim yoxdur. Keçən il anar var idi, onunla da ayrılmışam onsuz. Başım dinc, qulağım dinc, heç kimi də istəmirəm. Hə, lap yaxşı. Elə belə olsun. Sən mənim axıllı balamsan. Elə belə olmağa yaxşıdır. Nə bəhanə ilə indi evdən çıxacam, mən? Çölə çıxan kimi də bunu qoşurlar mənə. Tutaq ki, bir dəfə çıxdım. Sonra nə edəcəm? Tapdım. Bildim nə edəcəm. Bunlardan da canım qurtaracaq. Kitabımı hava koydum. Nə kitab? Sağanın verdiği kitap. Sən otur burada, mən də tapıb gətirirəm. İkimizsə gedək axtar. Yox, sən otur, indi mən gəlirəm. Otur. Neynirsən Gülzar ana? Televizora baxırsan? Nəsə ürəyim istədi. İstəyirsən al bax, xara istəyirsən. Yox. Nəsə ürəyin istəyir, gedim gətirim sənin üçün. Yox, heç şey istəmirəm. Tərlan neynir yuxarıda? Elə otaqda oturub. Geç çağır, gəlsin, otursun, nə istəyir, baxsın. Küsüb məndən. Dedim, soyuqdur, qoymuram idmana gedəsən. Həm də xəstəlik də çoxdur. O da incidi məndən. Yox,
Sən düz deyirsən Gülzar ana. Düz deyirsən. Nə olub? Sözlü adam oxşursan. Nə məsələdir? Bir söz demək istəyirəm. Amma heç bilmirəm necə deyim. Nə? Gülzar ana, mən işləmək istəyirəm. Nə? Anakonda baldız. Elə bilir məni anladıfdan ha, hə, bu dəqiqə. Fritə. Alo. Hey. Nə tərsən ay büvü? Yaxşıyam, ağrınalım, sən nə tərsən? Hə. Axır kəni edirəm. Gözün aydın. Yox, ağrınalım, yox. Azaddan alınmadı. Azad ölübdür, rəhmətli, hə. Adı aydındır. Toy? Pandemiyadır, ay büvü, toy eləmirlər hələ. Olacaqdan ağrınalım. Hə, inşallah. Hə, ay büvü, hə. Sən nə dərsən? Söz almağa çalışır məndən. Boy. Ay büvü. Ağız inəklər öldür. Get yeməklərini ver. Yaxşı, sağ ol. Danışarıq yenə. Sağ ol. Sağ ol, ay büvü, sağ ol. Öpərəm. Xəbərçidir ana. Gedib rayonda yaşaq. Ona görə heç zat demədim. Nə deyim, deyiləsi ki, 3-4 dənə şokolad gətiribdi, bir dənə balaca kosmetika xoncası gətiribdi. Adam yanıb köhülür, heç nə almayıb mən. Amma mən bunu belə qoymayacam, ha. Ona hər şey aldıraşam, 5 qaşlı brilyant qaşlı düz aldıraşam, dayansın. Elə bilir, niyə kələk gəlibdi. Elə Turnağın yaxşı tanımır. Fritə, Sən nə danışırsan? İşləmək nədir, hə? Hirsləndin? Əlbəttə hirsləndim. Sənin qazancına bizim ehtiyacımız yoxdur. Eşitdin məni? Yox, Gülzar ana, mən demirəm ki, indi bu saat işləyim. Hələ yenə deyirsən, ay qız, mən səni bu evə tərlana baxmağa gətirmişəm. Səni ailə ol deyəsən gətirmişəm. Gedib işləməyə göndərmək üçün gətirməmişəm. Gülzar ana, demirəm ki, indi bu saat işləyim. Əvvəl kursa gedim biraz. Sonra lap yer açarıq. Bilirsən nə qədər pul qazana bilərik biz? Hələ yenə kursa deyirik. Ay qız, deyirəm olmaz da, başa düşmürsən, olmaz. Valla mən tərlanı fikirləşirəm. Tərlanın gələcəyini fikirləşirəm. Başa düşmədim, necə yəni? Gülzar ana, Allah sənin canını da, Natiq dayını da canını sağ eləsin. Amma gələcəkdə siz olmasınız. Bizə kim baxacaq? Mən işləməsəm, Tərlan işləməsə, kim baxacaq bizə? Mən Tərlanı çox istəyirəm. Mən onu heç vaxt tək qoymaram. Heç Tural da işləmir. Bizə kim baxacaq? Heç mən bunu fikirləşməmişdim. Əslində, mən qoymaram mənim balam kiməsə möhtac olsun. Mən buna imkan vermərəm. Amma sən düz deyirsən. Mən Tərlanı çox istəyirəm. Mən onu heç vaxt tək qoymayacam. Nəyə görə Tərlan kiməsə möhtac olmalıdır? Mən işləyərəm, onu saxlayaram, özümü saxlayaram. Yaxşı qızım. Danışarıq, fikirləşərəm. Çox sağ ol. Nə yaxşı qız deyib o. Düz eləyib elə gətirmişəm mən bunu. Vəzifənə kitabım. Ayda, Tərlan yadımdan çıxdı. Sən düş özün götür, olar? Yaxşı, özüm götürək. Düş, get. Alo. Alo, Bəkir, eşidirsən məni? Evdən çıxmaq məsələsini həll elədim. Nə yaxşı. Bəs o uşağı niyə yeyəcəksən? Onu da gətirəcəksən? Yox, onu götürməyəcəm.
Əla oldu ki. Bəs nə vaxt gəlirsən? Bugün görüşə bilərik? Yox, bugün alınmır. Sabah gün orta görüşərik. Mən sənə xəbər eləyəcəm. Yaxşı. Bəkir, sabah sənə bir söz deyəcəm. Nə olur? İndi de də. Yox, indi alınmaz. Telefonda deməyim. Görüşəndə deyərəm, yaxşı? Oldu, yaxşı. Yaxşı, sağ ol. Öpürəm. Danışa bilmirəm. Baxım görüm hardan tapıram kurs. Hə, otur oxu. Oy! Sən də buradasın, ay baldız. Hə, buradayım. Yaxşı eləyirsən, burada ol. Mən də bəzənim. Baba, istəyirsən sənə də bəzəyim. Lazım deyil. Amma mənə lazımdır da, tezə gəlinəm. Gərək gözəl görünüm. Gözlər gözəllik görsün. Nə görüm bunu. Karandaşım da yox deyil. Tutarıqdır. Buna baxayım. Naharım, mən bununla. Mənə bax, bək üstündə qulaq çöpü olaq. Qulaq çöpünə gəzdirək qız məndə. Ne dedim ki, istəyənirsin? Nə qaraşam mən deyil. Ay Allah. Elə bilirsən keyfindən mi bəzənirəm mən? Aydına görə eləyirəm də naz. Aydın yazğı ilə bütün günü şikayət eləyirdi ki, mənim arvadım iç günündə gəzir. Üzünə gözünə heç nə sürtmüyordu, xortdan oxşuyordu dedi. Mən də bəzənmək istəyirəm ki, gözü gözəllik görsün Aydınımın. Görəcək. Düz deyirsən. Kosmetikalarım qutarıbdı. Mən nə tərbəz edəcəm? Nə vuracam üzümə? Yazıq Aydın. Anan ölsün Aydın. 3 mərtəbəli villan təpən uçsun Aydın. Nərgisə, yəqin işin çox idi, mən səni narahat elədim. Hə, biraz var idi. Evi yox, nəyə cəb gəlmişsən? Deyirəm, bəlkə girək haradasa oturaq, rahat söhbət edək, nə bilirsin? Yox, düzü işlərim var. İncimədən çıxa bilmirəm. Yəqin bura gəlməyimlə narahat oldun, hə? Düzü qızlara görə narahatam. Deyirəm, birdən görsələr düz başa düşməzlər. Elə ona görə deyirəm də ki, yəni, haradasa oturardıq, rahat söhbət edəyərdik. İstəyərdim, amma alınmır. İşi də yarımçıq qoyub çıxmışam. Yaxşı, anangil də vəziyyətə gəlir. Hər şey yaxşıdır. Özüm zəng eləmirəm ki, narahat eləməyim deyəsiniz. Gözü var, incitmir ki səni? Nədə incidirsən, hə? Nəsə deyirsən, hə? Yox, incitmək məsələsi deyil. Mən özüm narahatam. Bilirsən, özləri külfətdir. Mən də gedib yerlərini dar eləmişəm. Başa düşürəm sən. Bax, vaxtında mən deyəni dəyərləndirsəydim. Xahiş edirəm. Danışmayaq da bu barədə. Yaxşı, Nərgiz. Bayırda soyuq düşüyərsən. Sən get. Amma... Hayır, xahiş edirəm. Bunu götür. Bu nədir? Az ne oluyorsan? Görmürsən mi? İzzadım yoktu, kosmetika yoktu. Onda oluyorlar. Narim bezenemmiyorum. Ben elə bilirdim ki, nişanda bana çok kosmetika getirəsən. 3-4 tane qotu kosmetikanı getirib nə olardı qutardılar. Hələ neyniyim, Aydın məni elə tələsdirdi, heç nə ala bilmədim. Bana bak, indi də geçdi. Aldın ha. Durna qalsın toyda.
Toyda alaram. Toy nə bilim nə vaxt olacaq? Ona qədər gözləyənlərəm, mabaqdan, xonça düzəltdir kosmetikadan. Az başın xarab olub sənin. Bu dəqiqə mən xonça hayındayam, bir ailəm problemim var. Özün narahat olma, Aydın bəzək düzəyi sevmir. Niyə sevmir? Yaxçana da sevir. Sən mən kosmetika al dedim də nə? Qırmızı pomada da olsun. Dur nə, pul olsun gedib alarıq. Əl çək yaxamdan. Sən də mam kimi simirsən, bana verən əlin yoxdur. Bütün günü boş bekar otur, seriallara baxırsan da nə cana verirsən? Boş bekar otururam, indi oturmuşam mən. Özə mənim ağzımı açma, əsəblərinlə oynama. Dedim ki, pul alanda gedib alarıq. Bu dəqiqə mənim pulum zadım yoxdur. Elə deyinən. Axşam pullarını gəlbə uğrayacaqsən, görəcəksən onu da. Nəfsimi sal üstümüzə. Pulumu niyə uğrayırlar ay qız? Başım xarabdır. Babamın canı düzdəyir, nəfsim pisdir. Elə nəfsimi tökəcəm ki, bütün pullarını uğrayacaqlar, bir də Alif görəsən küçənin ortasında qalıbsan. Nə uğrayacam indi? Ay, doğduz. Əlcək. Nəqiz, xahiş edirəm gör. Bilirəm, indi çətin vəziyyətdəsən, işlərin də yaxşı getmir. İstəmirəm mələklə sən əziyyət çəkəsiz. Röşən deyirəm, nədir bu? Nəqiz, xahiş edirəm, məni yanlış anlama. Sən mənə pul təklif edirsən? Nədir, dilənciyəm mən? Yoxsa acından ölürəm? Mənim hər kəsin puluna ehtiyacım yoxdur, xahiş edirəm, git buradan. Nəqiz, bağışla sən Allah. Mən belə olacağını düşünməmişdim, sadəcə kömək eləmək istədim sənə. Röşən, mən kimdəndir sən gözləyərdim, amma səndən gözləməzdim. Nə deməkdir bu? Haklısın. Yenə deyirəm, üzr istəyirəm. Mən fikirləşdim ki, nə bilim, yenə də öz evin olsaydı, amma gedib başqasının evində də qalırsan, gedib yardım edilsin. Röşən, mən kiməsə yük olmaq istəmirəm. Başa düşürsən bunu? Sən mənim nəyimsən ki? Kimsən ki sən? Düz deyilsin, mən kiməm ki? Bax işte, mən o mənada demək istəmirdim. Deyəsən kök dağındı. Amma bilirsən Röşən, sən bugün varsan, sabah yoxsan. Yəni, mən istəmirəm, mənim həyatım kimdənsə asılı olsun. Öz həyatımı özüm qurmalıyam. Nərgiz, mən səni gözəl başa düşürəm, səhv elədim, gərək eləməzdim, amma niyyətim sənə sadəcə olaraq yardım eləməkdir. Bağışda yenə deyirəm, 1000 dəfə üzr istəyirəm sənə. Mən bu vaxta qədər heç kəsə möhtac olmamışam. Az tapmışıq, az yemişik, çox tapmışıq, çox yemişik. İstəmirəm bundan sonra da kiməsə möhtac olum. Nərgiz, mən sənə demirəm, sən kiməsə möhtac olursan. Mən səni ilk gündə el tanıyıram. Mən istədim yanında olum, hər zamanki kimi. Üzr istəyirəm səndən, Nərgiz. Dəfələrlə üzr istəyirəm səndən. Lazım deyil, Röşən, üzr istəmək lazım deyil. Görünür, sən məni yaxşı tanımamışsan. Tanısaydın, bilərdin ki, mən acından ölərəm, amma kiminsə bir manatına göz dikmərəm. Nə desəm, haqlısın. Yenə də deyirəm, bağışla məni. Gərək eləməzdim. Yaxşı, Röşən, hələlik. Hara çevirdin? Hey, bu kanal değilmiş. Ay kız, indi kurtaracaq, çevir yerinə. Başlayanda söyləyəcəm də namını. Gəl Pərvanə. Gülzar ana, işim var idi, yoxsa? Yox, imkan versəydi kinoya baxırdım. Gülzar ana, kurs deyirdim mən. Hə. Tapdım. Sertifikat da verirlər. Hardan tapdın? İnternetdən. Nə bilim, belə pis yerə oxşamır, amma aylığı baha deyil. Baha deyə, amma araşdırmışam, çox yaxşıdır. Vizaj, saç kəsimi, hər şeyi öyrədirlər. Vizaj neyədir? Kimi vizaj eləyirsən? Az sənə nə var? Hər şey burnumu soxmasan olmaz. Hələ heç kimi, amma öyrənəndən sonra gəlib sizi vizaj eləyəcəm. Mən də istəyirəm. Durna, otur yerində. Sən təzə gəlinsən.
Nə işin var sənin orada burada? Pərvanə öyrənər, gəlib sənə də öyrədər. O özünü öyrədən lazımdır. Hə, gedim də Gülzar ana nə olar. Həm də ki Natiq dayıya da kömək olaram, evə də köməklik eləyərəm. Hə, mən də gedim. Mən də Natiq dayı demişəm, Natiqin neçə yaşında? Kəs səsini. Mən o qədər pulum yoxdur, hərə bizə 150 verim göndərim. Qoy Pərvanə öyrənsin, sonra səni öyrədər. Hə, Gülzar ana düz deyir. Bir evdən 2 nəfər getməyin mənası nədir ki? Mən öyrənib gəlib sənə köməklik eləyərəm. Yaxşı Pərvanə, fikirləşərəm. Dur get. Çox sağ ol Gülzar ana. Yaxşı bebiş, sən get, sonra da mən gələcəm. Yer. Baldız, mamıq. Gəl səndən öyrənim dana. Durna. Pomada çəkimsə. Əsəbimlə oynama. Bu da alıb çırpanam yerə. Hissəmə, karandaşım onda. Yığışdır dedim. Babamca Rumiyanam da var. Rumiyanam yığışdır. Vuraram, dağdarım hamısına. İşte xarab yer da. Elə alıbsan da, sən alıbsan, dağdasan. Nə oldu? Qız bir söz dedi? Yox hələ. Yəqin Gülzar hələ danışmayıb da. Danışsam xəbər eləyəcəm sənə. Payatonla nə naza qoyublar evlarda özlərini. Yetim qızdır da. İndi yetimə yiyə duran var. Getsin Allahını şükür eləsin. Nazana şükür, yəqin hələ danışmayıb da. Da axşam oldu. Bir kəlmə sözü nə çətindir danışmaq. Hə, yox da, cəmaat işini bilsin. Qapıdır. 100% Davud deyirsə, yəqin hələ soymayıb. Davudun qapı döyməyinə oxşamır axı. Davud gəldi. Get aç qapını. Əssalam da, heç nə. Gəldi yenə. Dur, get Səmayənin yanına otaqdan çıxmasın. Dur. Çıxmaz, qorxma. Amma mən də burada oturmuram. Çıxıb gedirəm. Sənin oğluvun konsertindən qulaq asmağa mənə halım yoxdur. Xarabadır da bu ev, xaraba. Xarabaya gəlirsən elə bir. Xaraba. Nə olub ay Davud, hə? Nə iş Nə istəməsin? olub? Mənim də axlıma çıxdı, dincəlin indi. Nə şeylə danışırsan ki? Hə? İşdən çıxartdılar məni, bildin indi. Nəşə? Az sizdən kim xeyir görüb, ha? Sizdən kim xeyir görüb şey? Neynədir? Əsəbi çıxdım evdən, getdim, müdürlə dalaşdım, ağzı burnunu partlatdım. Bax, adam müdürlə dalaşar. Müdürlə adam yola gedər də, biraz səbrlə danışar da. Az o da sizin kimi ağzının danışığını bilmir də, partlatdı ağzı burnunu. İndi müdürdür də, hirslənib bir söz deyib, böyüdür. İndi nə dalaşırsan ki onunla? Asant deyəsən üçün demək, mən heç kimi sözünü götürə bilmərəm. İndi söz götürmürəm deyəndə ki, elə də olmur da. Müdüründə axı, böyüyündür. İndi o danışır, sən də biraz səbrlə qulaq as da. Ha, söz elədiniz də, adamı dəli eləyirsiniz, çıxar salırsınız küçəyə. Valla, adamın başı xarab olur, gedirəm mən də ismi töküləm başqasının üstünə. Neynədik ki biz səni? Neynədiniz, hə? Bilmirsən neynədiniz. Elə gün yoxdur ki, bu xarabadan mən əsəbi çıxmayayım bayra. Elə gün yoxdur ki, mən buradan qanı qara çıxmayayım. Bütün işimi belə eləyirsiniz də. Yaxşı, qurban, əlin ayağımda əstirsən o qurban. Eləmə də belə, dur gedəm. Siz elədiniz, sən elədin, sənin qızın elədi. Mən bilirəm, siz istəyirsiniz ki, mən yedim adam öldürüm, düşüm türməyə. Allah eləməsin, elə nə iş deyirsən? Nə şələ deyirsən? Ürəyimi partlatmaq istəyirsən mənim, Davud. Dur gedeyim mən otağıma, qurban. Hələ üçə geç istəmirəm. Tez bir şişkən su gətirərin üçün. Görmüsən, ələ yağı əsir. Davud, dur gedeyim mən otağıma bir dənə dərman içkilə. Özvə gəl, dur ayağa. Eşitmir, dur ayağa. Dur qurban olun. Nə oldu su? Gətirin. Dur bu şu, dur. Otaqda içəcək. Çox qurban.
Bəlkə də Turalı zəng eləyim. Tural adam olsaydı başımıza bu iş açmazdı. Yaxşısı bibimə zəng eləyim. Gülşən. Alo Gülşən. Bibi telefonu götürdüyümü bilmirlər. Sənə zəng elədiyimdə heç kimə demə yaxşı. Turala görə zəng eləmişəm. Nə olub bir dəqiqə yavaş-yavaş danış görüm nə olub? Yavaş danışa bilmirəm, vaxtım yoxdur. Telefonu söndürməliyəm. Bibi bilmirsən nələr olub. Səmaya deyir ki, Turalın ailəsini dağıdacam. Nə danışırsan sən Gülşən? Bibi mən çox qorxuram. Davud onların arasında olanları öyrənsə, Turalı öldürər. Nə olar nəsə fikirləş bir şey elə. Bir dəqiqə. Sən yavaş-yavaş danış görüm. Nə olur, mənim beynim qarışdı. Gülşən, yavaş-yavaş izah elə. Nə? Gülşən? Gülşənlə danışırsan sən?